Deməli, bax bizdə 22-ci taymda 22-ci test tapşırığına soruşur ki, böyük A kiçik A, böyük B kiçik B, böyük C çarpazlaşır. Böyük A kiçik A, böyük B kiçik B, böyük C deyir ki, çarpazlaşmasından əmələ gələn, deməli, deyir ki, nəsildə kiçik A geni daşıyan fərdlər yaşamaq qabiliyyətinə malik deyillər. Bu zaman neçə növ genotip alınar, genlər ilişikli deyil. Yaxşı. Deməli biz qametli, bax ona görə dedim ki, qametləri almağı, yəni bax bu tip məsələlərdə artıq neçə qamet verdiyi yox, hansı qametləri verdiyi önəmlidir. Böyük C çarpazlaşır. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Bax indi biz necə eləyəcəyik? Bax burada biz birinci bunu gətirəcəyik monohibrid çarpazlaşdırmaya. Çünki biz bunu belə çarpazlaşdıra bilmərik. Monohibridə gətirməliyik. Aha, bax burada indi biz nə edirik? Bax bunu verib bu polihibrid çarpazlaşmanı biz belə eləyə bilmərik. Mütləq monohibridə gətirməliyik. Monohibridə də gətirmək üçün bax böyük A, kiçik A-nı çarpazlaşdıracağıq. Buradakı böyük A, kiçik A ilə. Daha sonra böyük B, kiçik B-ni çarpazlaşdıracağıq. Böyük B, kiçik B ilə və daha sonra böyük C-ni çarpazlaşdıracağım, böyük C, kiçik C. İndi gəlin baxaq. Bax, bunu çarpazlaşdıranda, gəlin birini göstərək, ola bilər genetikaya təzə başlayanlar ola bilər, digərlərini artıq eləmərik. Burada iki tip qamet verəcək, ya böyük A verəcək, ya da kiçik A. Bu da ya böyük A verəcək, ya da kiçik A. İndi gəlin bunları çarpazlaşdıraq. Bax, bu böyük A bir dəfə bununla olacaq, böyük A, bir dəfə bununla, böyük A, kiçik A. Bu kiçik A bir dəfə bu böyük A ilə, böyük A, kiçik A. Bu kiçik A bir dəfə də bu kiçik A ilə oldu kiçik A, kiçik A. Yaxşı, burada nə əmələ gəldi? Bir dənə böyük A, iki dənə böyük A, kiçik A və bir dənə də kiçik A əmələ gəldi. Bu getdi. İndi gəldik buna. Bax, burada artıq bayaqki kimidir. Burada bir dənə böyük B əmələ gələcək. İki dənə böyük B, kiçik B, bir dənə də kiçik B əmələ gələcək. Burada bu böyük C-dir. Bunun biri böyük C, biri kiçik C-dir. İndi gəlin baxaq. Bu iki tip qamet verəcək. Bir dənə böyük C, bir dənə kiçik C. Bu isə yalnız bir tip qamet verəcək. Böyük C. İndi gəlin bununla bunu çarpazlaşdıranda böyük C, bununla da bu olanda böyük C, kiçik C olacaq. İndi gəlin. Bax, mən nə aldım? Hamısını bir yerə düzüm. Böyük B, iki dənə böyük B, kiçik B, bir dənə böyük C, bir dənə böyük C, kiçik C. Ümumi aldığım bax bunlardır, düzdür. İndi gəlin baxaq. Bax, bizə məsələdə deyirdi ise, bax, deyir kiçik A geni daşıyan fərdlər yaşamaq qabiliyyətinə malik deyillər. Bax, mən bu kiçik A var, onun üstünə bir dənə xətt çəkəcəm. Çünki o mənə şərtdə deyir ki, yaşamaq qabiliyyətinə malik deyil. Yerdə nə qalacaqsa, artıq onları hesablayacağam. Məndən özdə genotipi soruşur. Neçə dənə genotip olar? Genotip. Bax, bu olsaydı, bu qalsaydı, burada 3 genotip olacaqdı. 3 genotip. Amma bu getdiyinə görə artıq burada olacaq 2 genotip. Bax, burada 2 genotip olacaq. Burada 3 genotip. 2 genotip hansıdır? Biri böyük A, biri böyük A, kiçik A. Burada olacaq. Deməli, böyük B, böyük B, kiçik B olacaq 3 genotip. Burada isə 2 genotip. Böyük C, kiçik C. Olacaq 2 dənə genotip. Bunları bir-birinə vuracam. 2 vur, 3 vur, 2. Toplamaq qətiyyən olmaz. Qəti. Ancaq vururuq. 2-ni 3-yə vur, 6, 2-ni deməli cəmi nə qədər genotip olacaq? 12 genotip. Cavabımız C variantı.